Maqsud Şeyxzadə Özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük xidmətlərinə görə orden ilə təltif olunmuş şair, qüdrətli dramaturq, ədəbiyyatşünas alim və tərcüməçidir. O 1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Ağdaşda aldıqdan sonra Bakı Ali Pedaqoji İnstitutunda qiyabi təhsil almış, 1925-ci ildən etibarən Dərbənd şəhərində müəllimlik etmişdir. 1928-ci ildə Daşkəndə köçərək müxtəlif qəzet və jurnal redaksiyalarında Elmlər Komitəsinin nəzdindəki Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmışdır. Ömrünün sonuna qədər Nizami adına Daşkənd Pedaqoji İnstitutunun Özbək klassik ədəbiyyatı kafedrasında dosent vəzifəsində işləyərək yüksək ixtisaslı mütəxəssislər yetişdirmişdir. 1960-cı ildə yazdığı Mirzə Uluqbəy faciəsində böyük Özbək astronomu və maarifçi hökmdarı olan Mirzə Uluqbəyin obrazını Özbək ədəbiyyatında ilk dəfə yaratmışdır. Şeyxzadənin Özbək ədəbiyyatı tarixi, Özbək xalq şifahi ədəbiyyatı, xüsusilə də Əlişir Nəvai yaradıcılığına dair elmi tədqiqatlar da yüksək qiymətləndirilir. O, filologiya elmləri namizədi və dosent olmaqla yanaşı böyük şair idi. Şeyxzadənin əsərləri qardaş və xarici dillərə tərcümə olunmuşdur. O 1967-ci ildə vəfat etmiş, 2001-ci ildə isə ölümündən sonra böyük xidmətləri üçün ordeni ilə təltif edilmişdir. Dostlar, yaxşı insanları qoruyub əziz tutun. Salam sözünün dəyərini doğruldun. Öləndə 100 saat ağlamaqdansa, sağlığında onu 1 saat ziyarət edin.